Koroğludan gələndə, üzü Pirallahıya gedəndə bu şəhid qardaşımızı paylaşmışdım o günləri, baxa bilərsiniz. Görürsünüz bu şəhid qardaşımızı. Gördünüz. Və bu şəhid qardaşımızı paylaşanda demişdim ki, görəsən sosial şəbəkədə kimi oxşayır. Ən çox yazılar ki, Hüseyin Dərya, Hüseyin Dərya. Əslində hər birimizin oxşarı var. İgidimizdir, qəhrəmanımızdır. Təmrəzov, Rəşad, Qəriboğlu. Allah məkanını cənnət eləsin. Bizlər bu şəhidlərimizə borcluyuz. Bizlər belə igidlərimizə borcluyuz. Yəni mən özüm də qaziyəm. Baxın, yenə deyirəm, üzü Pirallahıya geçsəm, buradan da gəlirsən, bax, Koroğludan gələndə. Məsələ bundadır ki, gözəl insan. Mən bunu paylaşdım ki, siz görəsiz, bu yolu gələndə ən azından bu şəhid qardaşımıza bir salavat zikr eləyəsiz. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Allah hər birimizi qorusun. Belə oğullar Azərbaycan xalqının arxasında dayandı, şəhid oldu. Belə oğullarımız. Və bir də belə oğullarımız canlarından keçdi ki, növbəti dəfə gözü yaşlı analarımız qalmasın, atalarımız qalmasın. Azərbaycan xalqının hər zaman başı dik dayansın, alnı dik dayansın. Hər bir ölkədə belə oğullara bizim hər zaman minnətdarlığımız var, hörmətimiz var, sayğımız var.